Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim məndən sonra yaşasa. Bax, Peyğəmbərimiz deyir ki, Muhammed sallallahu əleyhi və səlləm deyir ki, kim məndən sonra yaşasa. Kim məndən sonra yaşasa. Bəzi sahabilər bu hədisdən sonra deyir ki, yaşamaq istəmir səndən sonra. Ona görə Əbu Hüreyrə demiş ki, Allah'a dönəm ki, Allah hicrətin 60-cı ildən sonra yaşamaq istəmirəm. 63-də də Həccac gəlir təqribən. Yezid, Həccac, o ərəfə olur. İstəmir o dövrü görməyə. Dua edir Allah ki, Allahım istəmirəm onların hakimiyyətinə. Çünki görürdü, Peyğəmbərdən sonra yaxada gördü hakimləri. Onlar Quranla, sünnənlə hökm eləmirlər. Dua elədi ki, Allahım istəmirəm, Allah məni, yəni Allahdan istəmədi yaşamaq. Allah Teala ona görə Əbu Hüreyrə radiyallahu anhu, yəni ona görə yox, yəni Allah Teala, yəni Allah Subhanahu onun duasını qəbul eləmədi, bəzi alimlər deyir ki. Duasını qəbul istəmədi, çünki gördü Peyğəmbər demişdi ki, kim məndən sonra yaşasa, hakimlərində pis-pis şeylər görəcəklər. Görəcəklər ki, mənə sünnətim üzərində deyirlər. Neynəsinlər? Dedilər, səbr eləsinlər, mənə hovuzda görüşənə qədər. Mən demirəm ki, bu Peyğəmbər deyir. Mən də sənə deyirəm ki, Peyğəmbər deyərdi ki, danışsınlar, nə bilim, belləsinlər, elləsinlər. Dedi ki, səbr etsinlər, hətta mənlə hovuzda görüşənə qədər. Qutardı da məsələ. Yəni, və başqa ayələr hədisdə hansı ki, bir dənə hədisidir. Yəni, səhv eləmirəmsə, bəzi alimlər deyir ki, hakimə itaət vardı, hədislər 200-lərdən çoxdur. 200-lərdən çoxdur. Bu, Əhl-i Sünnənin etiqad kitablarında yazılır bu məsələ. Hələ bir dənə əqidə kitabı yoxdur ki, bu söhbət olmasın. Bəzi kitablarda birinci gəlir. Əhl-i Sünnənin sifəti kimi, siması kimi, meyarı kimi. Yəni, belə baxmaq lazımdır məsələyə qardaşlar. İndi bizi düz anlamır bəziləri. Bəziləri deyir ki, məsəl üçün, dua edirsən ki, Allah qorusun hakimi. Yəni, o, məsəl üçün, onun anlayışında deyir, o pis əməllər də eləyir. Sən deyirsən ki, Allah onu qorusun, yəni Allah onu pis əməl eləyəndə də qorusun. Hələ dua eləmə. Onda görə sənə deyirə dua eləmək. Deməyim, qardaş, Allah sənə kömək olsun, Allah sənə qorusun. Niyə? Sən pis əməl eləmirsən. Onda sənə də düşünür. Adam başa düşmür, yəni. Adam bilmir, nə danışır. Aydındır, əlhəmdə biz hakimiyyət üçün, yəni hakim üçün dua edirik, Allah Teala. Allah kömək olsun. Və salam. O bizim başçımızdır. Bəzilərin xoşuna gəlməsidir. O bizim başçımızdır, Allah Teala bizim üçün seçib. Başqa yol da yoxdur. Əlhəmdülillah, biz ona eşidirik, itaat edirik, dindən görürük. Dindən görürük, zəifik ona görə yox. Biz zəifik, güclüyük, fərq yoxdur bizim üçün. Bəziləri təqdim edir elə ki, biz deyirik ki, zəifik ona görə. Güclənəndə ona qarşı çıxacaq. Bu bizə atılan böhtandır. Böhtandır, şərdir. Bizə fərqi yoxdur, biz zəifik, güclüyük. Nə qədər ki, müsəlman hakim başımızın üstündədir, biz ona iştilə itaat edirik. Fərqi yoxdur. Onlar Əhl-i Sünnə mənhəcin yolunu bilmirlər, cahilcəsinə danışırlar. Bəli.